Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Xoş gördük hamınızı yeni mövzu izahımızda. Bu bizim proqram üzrə kurikulumun sonuncu mövzu izahıdır. Bunu da öyrəndikdən sonra artıq proqramı yekunlaşdırmış olursunuz. İndi burada təkrar proqramını gedən müəllimlər də var. Onlar da təkrarı yekunlaşdırmış olur. Amma işə qəbul imtahanlarına qədər bizim dərslərimiz mütəmadi olaraq təbii ki davam edir. Canlılarımız, zoomlarımız, situasiya sınaqlarımız, sual cavablarımız və s. şəklində, yəni boş qalmayacaqsınız. Təbii ki, bəzi mövzular var ki, yenidən biz onları bir daha nəzər olaraq üsullardır, qiymətləndirmədir, inteqrasiya, taksonomiyalar, yenidən onların üzərində işləyəcəyik sizinlə. Şagird davranışının idarə olunması, işə qəbula buradan situasiya düşür. Ən çox Bandura nəzəriyyəsi ilə bağlı situasiya müşahidə olunur. Sertifikasiyaya isə düşmə ehtimalı azdır, yəni 100 üzərindən 1%-dir. Ona görə deyirəm ki, sertifikasiyaya gedən müəllimlər bunun testini test bankından işləyib başını yormasınlar. Amma işə qəbula gedənlər mütləq işləsinlər. Şagird davranışının idarə olunmasında bizə bir mövzu daxilində baxın 6 dənə nəzəriyyə təqdim olunubdur. Skinnerin operant şərtlənmə nəzəriyyəsi. Əvvəlki illərdə hazırlaşanlar bunu yaxşı bilirlər, çünki hər il proqramda olubdur. Bunlar isə ötən il proqrama daxil olan yenilikdir. Bandura sosial öyrənmə nəzəriyyəsi, Gleiser'in seçim nəzəriyyəsi, Dr. Rosker'in əməkdaşlıq praktik həlləri, Dreykursun sosial intizamı, Thorndike'ın stimula cavab nəzəriyyəsi. Operant şərtlənmə ilə Thorndike'ın nəzəriyyəsi, bunlar behaviorizm yanaşması ilə gedir. Biz sizlə tək-tək hər birinə diqqət yetirəcəyik. Birinci sırada nə idi? Operant şərtlənmə. Onda gəlin operant şərtlənmə ilə gedək. Çox uzun-uzadı şeylərə biz fikir verməyəcəyik. Əsas yəni situasiya daxilində nəyə istinad olunur, situasiya daxilində nə lazım olur, hansı informasiya lazım olur, sizə onu verəcəm. Operant şərtlənmə nəzəriyyəsi Frederick Skinnerin bu şəkildə gördüyünüz kişinin nəzəriyyəsidir və behaviorizmçilər arasında bu nəzəriyyə ən məşhurudur. Yəni behaviorizm yanaşmasını özündə əks etdirir. Nədir behaviorizm yanaşması? Behaviorizm, birinci olaraq da izah edeyim, belə bir fəlsəfi yanaşmadır ki, belə bir konsepsiyadır ki, şagirdin davranışına kənar təsir nəticəsində düzəlişlər etmək mümkündür. Yəni kənar təsirin nəticəsi olaraq görür davranışı. Yəni biri var, insan özündən, yəni öz daxili aləminə uyğun belə davransın, belə hərəkətlər eləsin. Behaviorizm deyir, yox, kənar təsirin nəticəsidir bu. Yəni uşağın yaxşı davranışı varsa, deyir müəllim kənar təsir eləyib, bunun sayını daha da artıra bilər. Uşağın pis davranışı varsa, behaviorizm deyir ki, müəllim kənar təsir eləyib, bunu aradan qaldıra bilər. Yəni kənar təsiri sosial mühiti ön planda tutur, daxili aləmi yox. Behaviorizm davranışın müşahidə olunan, ölçülə bilən aspektlərini araşdıran, stimul-cavab prinsipinə əsaslanan, müəllimlərin davranışı şagirdlərin beyninə ötürə bilmə imkanında olduğu fikrini əsas tutan bir öyrənmə nəzəriyyəsidir. Yəni davranış, behaviorizm deyir ki, biz müəllimlərin ötürdüyümüz formada qarşımıza çıxmasıdır. Behaviorizmə görə bütün davranış xarici stimul operant şərtlərdən asılı olaraq, kənar yəni təsirdən baş verir və davranışı fərdi, daxili, mental, zehni vəziyyəti nəzərə almadan da izah etmək olar. Yəni bayaq dedimi, insanın öz daxili amilləri deyir, burada əhəmiyyətsizdir. Şərti refleks kənar stimullara verilən təbii reaksiyalardır. Yəni uşağın refleksi, uşağın davranışı bizim ona necə təsir etdiyimizin göstəricisidir. Bunu deməyə çalışır. Düzdür, bu biraz xarici ədəbiyyatdan elə bir Google Translate atıb oradan tərcümə edib yapışdırıblar və s. Amma bunları dildə mən sizə başa salıram ki, yəni bu nəyi demək istəyir bizə. Və behaviorizm əsası John Watson tərəfindən 20-ci əsrin əvvəllərində qoyulubdur. Amma behaviorizmin yanaşmasının özündə əks etdirən bir çox nəzəriyyələr var. Orada Thorndike'ın da nəzəriyyəsi var, Skinnerin də nəzəriyyəsi var, Pavlov və s. Bunlardan ən məşhuru Skinnerin operant şərtlənməsidir ki, biz bugün onu öyrənirik, məşhur olduğu üçün. Watson araşdırmalarının təsiri behaviorizmin ən məşhur nümayəndəsi olan Skinnerin, ki bugün bunu öyrənirik, Skinnerin nəzəriyyəsində öyrəndiyimiz, yazılarında da özünü hiss etdirir. Bu nəzəriyyənin tərəfdarları mental hadisələrin rolunu inkar etmirlər. Yəni deyir ki, mental daxil bizə aid olandır da, yəni deyir, tamam, özünün davranışında da daxili nəsə ora qatdığı bir şeylər var, amma əsasən sosial mühitdən
onların öyrənməni izah etməyə kifayət etmədiyini bildirirlər. Yəni ki, deyir ki, davranış əsasən daha çox kənar təsir nəticəsində ortaya çıxan bir belə deyək də məhsuldur. Şərti refleksiya əsaslanan ən məşhur nəzəriyyə Skinnerin operant şərtlənməsidir, dedik artıq. Skinnerin bu termini davranışın yaxşı nəticələrindən sonra gücləndirici vasitə ilə bu davranışın möhkəmləndirilməsini nəzərdə tutur. Operant şərt mükafatlandırma, cəzalandırma üsulu ilə baş tutan öyrənmə üsuludur. Deməli, operant şərtlənmə, bugün baxdığımız nəzəriyyə mükafatlandırmanı və onun mənfi nəticəsini, cəzalandırmanı ön planda tutaraq uşağın davranışını bizim formalaşdırmağımızı nəzərdə tutur, yəni məqsəd qoyur qarşısına. Behaviorizm nəzəriyyəsinə qarşı müəyyən tənqidlər olubdur, bu önəmli deyil, əvvəllər düşürdü, illər əvvəl, daha düşmür imtihana. Yəni tənqid olub ki, deyir, bəzən axı elə bir şeylər olur ki, orada hansısa bir stimullaşma olmadan uşaq o davranışı yerinə yetirir. Bəs bu necə izah edərsən? Bu elə bir tənqid var. Və bir də ki, ümumi şəkildə də bu hamıya aid edilir, fərdi individuallığı nəzərə almır. Yəni birinə gedən bir proses başqasına uyğun olmaya bilər. Bir də tənqid edilən tərəf bundan ibarətdir. Yəni bütün hər kəsin fərdliyini nəzərə almır. Bir də ki, hamıya ümumi yanaşır. Bir də ki, deyir, axı bəzən stimullaşma olmadan da uşaq hansı davranışı, yaxşı davranışı sərgiləyir və bu necə izah edirsə, misal üçün uşağın eməkləməsi, danışması, yəni biz ona hansı mükafatlandırma, stimullaşma hədiyyə vermirik axı, amma bunu eləyir. Yəni belə iki dənə tənqidi tərəfi olubdur. Müsbət gücləndiricilərə misal olaraq aşağıdakıları göstərmək olar. Bax, burada birinci cədvəl olmalıdır. O cədvələ baxaq. Aha. Bax, əsas nəzəriyyələr hamısı bunun içindədir. Yəni, indiyə qədər danışdığımız sadəcə məlumat xarakterlidir. Sizə imtihanda düşən tərəf bunun içindədir. Yəni, imtihanda bu cədvəllə bağlı düşür. Amma mövzu testlərindəki kimi durub situasiyanı verib soruşmur da, bu müsbət gücləndiricidir, bu negativ gücləndiricidir və s. Situasiya daxilində ümumi situasiyanı verir, ümumi sınavlarımızın içində var bu tiplər, işləmişsiniz siz bunları. Orada müxtəlif variantlar, müxtəlif seçimlər verir. Misal üçün, ki, müəllimin bu fəaliyyəti onun müsbət gücləndirmə həyata keçirdiyini göstəricisidir. Biz də baxırıq ki, varmı o situasiyada müsbət gücləndirici, yaxud negativ gücləndirici? Varsa var, yoxdursa yoxdur. Yəni, belə tək bir dənə behaviorizmdən bağlı, operant şərtlənmə ilə daha doğrusu bağlı düşmür. Amma situasiya daxilində istinad edirlər bu mövzuya da. Operant şərtlənmə, bir dənə bunu yadınızda saxlayın. Yəni, bizim realda gündəlik olaraq müsbət və negativ anlayışlarından istifadə etməyimiz var. Bizim istifadə etdiyimiz müsbət və negativ anlayışları burada keçərli deyil. Operant şərtlənmənin içindəki müsbət və negativ, yəni mənfi anlayışları tamam başqa bir anlayışdır. Yəni, öz bildiyimiz müsbəti, negativi unuduruq, silirik yaddaşımızdan. Operant şərtlənmənin müsbəti və mənfisi tamam başqa bir şeydir. Operant şərtlənmə müsbət deyəndə nəsə bir əlavə eləmək, nəyisə artırmaq, üstünə bir şey də əlavə eləmək, bunu nəzərdə tutur. Operant şərtlənmə negativ, yəni mənfi dedikdə tam əksinə, oradan nəsə çıxarmaq, oradan nəsə onu məhrum eləmək, azaltmanı nəzərdə tutur. Yəni, buradakı müsbət artırma, buradakı mənfi azaltma deməkdir. Yəni, o bizim bildiyimiz kimi, hə, bu müsbət davranışdır, hə, bu negativ davranışdır, bu demək deyil. Tamam mı? Buradakı müsbət və mənfi, müsbət artırma, mənfi azaltma mənasında istifadə olunur. Və deyir, uşağın davranışını ya cəzalandırmaqla, ya da stimullaşdırma ilə, yəni gücləndirmə ilə biz korreksiya edə bilirik. Gücləndirmə müsbət, yəni artıraraq nəyisə gücləndirmə var. Negativ, nədənsə azaldaraq gücləndirmə var. Cəzalandırma, müsbət cəzalandırma, nəsə əlavə edərək cəzalandırma var. Negativ, nəyisə azaldaraq cəzalandırma var. İndi burada cədvəlin içində nümunələr təqdim olunub, sizi başa salmaq məqsədi ilə. Bəzisi düzdür, bəzisi səhvdir, mən izah verəcəm onlara. Amma bir şey yadınızda saxlayın ki, bu davranışla bağlıdır. Yəni, davranış, siz bunu sinfin idarə edilməsində keçsiz artıq. Davranış odur ki, uşaq dərsə gecikirsə, buna davranış pozuntusu demirik. Uşaq dəfələrlə, hər dəfə dərsə gecikirsə, buna artıq davranış pozuntusu deyirik. Uşaq tapşırığı yerinə yetirməyibsə, buna biz davranış pozuntusu demirik. Natamam fəaliyyətdir. Amma uşaq başqalarının tapşırıq yerinə yetirməsinə mane olursa, dərsin gedişatını pozursa, buna biz davranış pozuntusu deyirik.
Yəni, uşaq yerdən sual verirsə müəllimə, buna biz davranış pozuntusu demirik. Düzdür, orada müəyyən prosedur və s. tətbiq olunmalıdır, belə xaotiklik yaranmasın. Amma uşaq dayanmadan, davamlı bir şəkildə başqalarının sual ünvanlamasına mane olursa, öyrənmə prosesinin gedişatına mənfi təsir edirsə, buna davranış pozuntusu deyirik. Yəni, davranış pozuntusu dəfələrlə təkrarlanan negativ davranışlar sərgiləmək deməkdir. Hansı fəaliyyətin natamamlığı, uşağın məsuliyyətsizliyi və s. bu davranış pozuntusu deyil. Və bizim də bu gücləndirmə və cəzalandırma, unutmayın ki, davranışla bağlıdır. Yəni, uşaq hər dəfə sinfə gecikirsə, artıq onun mənfi nəticəsi cəzalandırma ilə biz onu üzləşdirə bilərik ən axırıncı addım olaraq ki, ora qədər biz fərdi söhbət və s. işlər görürük. Amma da uşaq tapşırığı yerinə yetirməyibsə, mən ona niyə durum cəza tətbiq edeyim? O davranış pozuntusu deyil axı. Bunu bir dənə incə fərqi aydınlaşdırın. Çünki situasiyalarda baxırsan ki, misal üçün deyir, uşaq tapşırığı yerinə yetirməmişdi. Müəllim filan şey elədi, cavablarda müxtəlif seçimlər var axı. Siz də götürürsünüz ki, bu davranış nədir bu? Müsbət cəzalandırmadır, negativ cəzalandırmadır. Yəni ona diqqət edin. O situasiyadakı davranış pozuntusudurmu, yoxsa hansı məsuliyyətsizliyindən doğan natamam bir fəaliyyətdir? Bu, ümumiyyətlə nəyin ki, bu, bayaq adını çəkdiyim digər 5 nəzəriyyədə sırf davranış pozuntusu zamanı tətbiq oluna biləcək fəaliyyətlərdir. Tamam mı? Burada cədvəlin içində yazıblar ağıllarına gələni, onları boş verin. Bax, stimullaşmanı gücləndirməni şagirdin yaxşı davranışı olduqda, yaxud yaxşı davranışını formalaşdırmaq üçün biz həyata keçiririk. Şagirdin pis davranışı varsa da ona stimullaşma etmirik. Ona stimullaşma etsək, pis davranışını növbəti dəfələrdə təkrarlaya gedəcək. Şagirdin pis davranışı varsa, biz orada artıq cəzalandırma, yəni onun mənfi nəticəsi ilə onu üzləşdirir. Amma yenə deyirəm, ən axırıncı addım olaraq ora qədər bir sıra işlər görürük biz. Yəni, yaxşı davranışı biz cəzalandırmırıq, pis davranışı da stimullaşdırmırıq. Onda situasiyada siz birinci diqqət yetirirsiniz. Bu uşağın davranışı yaxşı davranışdırmı, yoxsa pis davranışdırmı? Yaxşıdırsa götürəcəm stimullaşmanı. Cəzaları niyə götürüm? Pisdirsə götürəcəm cəzalanmanı. Tamam. Bəs müsbəti, negativi necə tapacam müəllim? Müsbət bir şey əlavə etmək müəllimin fəaliyyəti olaraq. Negativ müəllimin onu bir şeydən məhrum etməsi, azaltmasıdır. İndi baxın, burada bilmirəm nə dərəcədə görünür, kitabdan çəkilən şəkildir. Yəqin ki, hardasa oxunur təqribən. Bax, deyir ki, tapşırıqları məsuliyyətlə yerinə yetirən şagirdi tərifləmək. Şagirdin fəaliyyəti nədir? Tapşırıqları məsuliyyətlə yerinə yetirməsi. Yaxşı davranışdır, pis, yaxşı. Deməli, niyə cəza olsun ki? Bu stimullaşma olacaq da. Yaxşı davranışı niyə cəzalandırın ki? Məntiqsiz daxı. Və şagirdi tərifləmək. Tərifi mən verirəm, o da qəbul edir informasiyanı. Yəni, burada nəsə bir artırma var, azaltma yoxdur. Deməli, bu müsbətdir. Ona buna dedik, müsbət mükafatlandırma, müsbət gücləndirmə, müsbət stimullaşdırma. Yəni, digərinə baxaq. Tapşırıqları vaxtında yerinə yetirən şagirdi müəllim əlavə tapşırıqlardan azad elədi. Şagirdin davranışı nədir? Tapşırığı vaxtında yerinə yetirmək. Yaxşı davranışdır, pis, yaxşı. Yaxşıdır, vaxtında yerinə yetirib. Deməli, cəza olmayacaq da, bu olacaq gücləndirmə, düzdür? Yaxşı davranışı niyə cəzalandırım? Müəllimin fəaliyyətindən isə müsbət yoxsa negativ olduğunu tapırsınız. Əlavə tapşırıqlarda müəllim onu azad elədi. Azad elədi ki, eybi yoxdur, sən həmişə hazırlıqlısan, ay şagirdim. Əlavə tapşırığı sən işləməsən də olar. Yəni, ona bir güzəşt, onun işini bir qədər azaltma, yüngülləşdirmə. Artıq bunu biz müsbət yox, mənfi götürürük. Mənfi gücləndirici, yaxud negativ gücləndirici. Tamam mı? Yəni, mənfi, negativ azaltma, müsbət artırma deməkdir. Cəzalandırmalara baxın. Burada təbii ki də arzu olunmayan, yəni pis davranışlar biz görəcəyik. Sinifdə davranış pozuntusu sərgiləyən şagirdlər dərsdən sonra doğru davranışın nə üçün vacib olduğunun uzun müzakirəsini müəllim təşkil elədi. Uşağın davranışı yaxşıdır, pis. Davranış pozuntusu sərgiləyib baxır. Pis. Pisin nəyin mükafatlandırın? Deməli, bu cəzalanacaq da bu uşaq. Düzdür? Bəs yaxşı, müsbət cəzadır, mənfi cəzadır. Baxın müəllimin fəaliyyətinə. Dərsdən sonra əlavə olaraq saxlayıb bu barədə müzakirə aparırdı. Yəni, uşaq dərs bitdi, evinə gedəcəkdi. Əlavə olaraq saxladım ki, oturub bir müzakirə eləyək biz bunu. Artırdım işini. Artırdımsa,
müsbət olacaq. Azaltmış olsaydım mənfi olacaqdı. İndi gəlin mənfisinə baxaq. Dərs zamanı nizam-intizamı pozan şagirdə qoşulmaq istədiyi layihəyə qoşulmağa icazə verməmək. Uşağın davranışı nədir? Nizam-intizamı pozmaq. Yaxşıdır, pis, pis. Pisin nəyi stimullaşdırır? Deməli, bu cəzalandırmadır. Müəllim neyniyib? İcazə vermədi o layihəyə qoşulsun. Halbuki uşaq qoşulmaq istəyirdi. Məhrum elədi onu. Məhrum elədi, əlindən aldı onun bu şansını. Azaltma var. Azaltma varsa bu mənfidir, müsbət deyil. Deməli, bu mənfi gücləndiricidir, yaxud negativ, üzr istəyirəm, mənfi cəzalandırmadır, yaxud negativ cəzalandırmadır. Aydınmı? Bunu da buradan tapırıq. Burada başqa belə bir şey yoxdur. Yəni, bir dənə bu qaydanı yadınızda saxlayın ki, yaxşı davranışdırsa stimullaşdırma, gücləndirmə, pis davranışdırsa cəzalandırma. Artırıramsa müsbət, azaldıramsa negativ. Bəzən belə bir şeylər də ola bilir. Deyir, görün burada veriblər onu. Yox, veriblər. Bəzən belə bir şeydir. Deyir, uşaq hər dəfə tapşırıqlarını yerinə yetirəndən sonra otağındakı yazı masasının üstünü səliqəyə salır ki, anası onu danlamasın, anası deyilməsin. Burada nə götürək? Baxırıq uşağın davranışına. Səliqəyə salır da pis iş görür, yaxşı iş görür, yaxşı iş görür. Yaxşı iş stimullaşar da niyə cəzalansın? Deməli, bu stimullaşmadır, yəni gücləndirmə, yaxud mükafatlandırma, 3 adı var. Yaxşı, indi bu müsbət gücləndirmədir, negativ gücləndirmədir. Axı, burada müəllimin fəaliyyəti yoxdur, onu hardan tapaq? Şagird öz xoşu ilə bunu etmir. Şagird, anası onu danlamasın, anasının deyincənliyindən qurtulmaq üçün bunu eləyir. Yəni, burada uşaq öz iradəsi altında deyil də məcburiyyətdən, itaət və cəza, məcburiyyətdən bunu həyata keçirir. Artıq burada biz uşağın öz iradəsinin əlindən alındığını müşahidə edirik. Öz iradəsi boğulur, iradəsi əlindən alınır, tabilik göstərərək bunu yerinə yetirir və onda bir məhrum etmə biz müşahidə edirik. İradəsini almışıq əlindən, məcbur edirik ki, eləməlisən bunu, yoxsa danlayacam. Tamam mı? Yəni, burada bir azaltma var, iradəsini əlindən almışıq. Düzdür, biz otaqda yoxuq, özü eləyib bunu sərbəst. Amma biri var insan öz iradəsi ilə, öz mənəviyyatı ilə, biri var məcbur qalaraq eləyibdir. Yəni, burada bir azaltma var psixoloji tərəfdən. Artıq biz onu necə gücləndirici götürürük, negativ gücləndirici götürürük. Yaxşı mı? Bunu da bir-iki belə test tapşırıq var, qarışdırmayın. Qalanları, misal üçün, valideynə şikayət eləmək. Uşaq hər dəfə dərsi pozuldu deyə müəllim o valideyninə şikayət elədi. Valideyninə xəbərdarlıq elədi. Yəni, xəbərdarlıqdır, şikayətdir, yaxud uşağı tənbihlədi. Bunu da çox qarışdırır müəllimlər. Tənbihdir, ötürürəm, qəbul edir. Valideynə şikayətdir, bildirirəm, dinləyir, qəbul edir. Yəni, burada bir informasiya ötürmə var, nəsə azaltma yoxdur. Bunu artıq siz müsbət cəzalandırma kimi götürəcəksiniz, müsbət. Çünki ötürürəm, qəbul edir, azaltma yoxdur, əksinə verirəm ona nəsə. Sonra başqa nə var ən çox qarışdırılan? Elə bunlar. Başqa elə bir şey yoxdur. Gəlin, digər davranışla bağlı nəzəriyyələrə diqqət yetirək. Deməli, operant şərtlənmə getdi, 5-ə qaldı. Burada ən çox bunların içində önəm daşıyan Banduradır. Çünki bununla bağlı ötən ildə düşmüşdü işə qəbulda müəyyən situasiyalar. Bu kişi Banduradır. Sosial öyrənmə nəzəriyyəsini ortaya qoyub. Yəni, nəzəriyyənin əsas məqsədi bundan ibarətdir ki, deyir, şagirdin davranışı, uşağın davranışı kənar təsir nəticəsində formalaşır. Bu da sosial mühiti, sosial konsepsiyanın nümayəndəsidir. Sosial mühiti daha çox ön planda tutur. Deyir, evdə nə görür, necə görür, götürürsə, məncə bu daha məntiqlidir. Onu da özündə formalaşdırır. Misal üçün, evdə görür ki, ata-ananı vurdu, gəlir o da məktəbdə sinif yoldaşını vurur. Evdə hansı model varsa rol model olaraq, o da onu tətbiq edir, təqlid edir. Davranış buradan irəli gəlir. Tək evdə yox, sinifdə, cəmiyyətdə, çöldə, bayırda, küçədə. Yəni, sosial öyrənmə bu deməkdir. Bandura bunu demək istəyir. Bu nəzəriyyə öyrənmənin müşahidə, təqlid, modelləşdirmə yolu ilə baş verir. Yəni, müşahidə baxır, təqlid təkrarlayır və özündə onu modelləşdirir. Və diqqət, motivasiya, münasibət, emosiyalar kimi amillərdən təsirləndiyini irəli sürür.
Başqalarının davranışını müşahidə və təqlid etməklə öyrənmənin baş verməsinə əsaslanır. İndi burada öyrənmə yazılıb. Qeyd edirəm, xarici ədəbiyyatdan necə gəldi, tərcümə olunubdur bu, vəsaitə yığılıbdır. Əslində təbii ki, burada davranışdan söhbət gedir, öyrənmədən söhbət getmir. Müşahidə əsaslı öyrənmə. Burada şəkil lövhə dəstəkləməyib, yaxşı açılmayıbdır. Uşaqlar televizorda nəsə bir kino gedir, nə gedir, ona baxırlar. Orada kişinin əlində tapanca var, bunun əlində tapanca, qılınc. Yəni ona baxır, orada nə edirlərsə, bunlar da evdə onu tətbiq edirlər. Müşahidə əsaslı öyrənmə bu deməkdir. Baxır, görür, götürür, tətbiq edir, təkrarlayır. Müşahidə əsaslı öyrənmə nəzəriyyənin əhəmiyyətli komponenti sayılır. Belə ki, insan cəmiyyətdə başqalarının emosional ifadələrini, münasibətlərini, davranışlarını müşahidə edib modelləşdirmək yolu ilə bilik, bacarıqlar əldə edir. Yenə deyirəm, əsasən davranış üzərində dayanır. Banduranın Bobodol eksperimenti var. Bobodol nədir? Bobodol şəkildə gördüyünüz bu oyuncaqdır. Hacı yatmaz deyirik, odur. Burada eksperimenti aparıb, 2 ayrı otaqdır. İkisinə də uşaqları yığıblar, fərqli yaş qrupunda uşaqları. Bir otaqda çoxlu da oyuncaqlar var, içində Bobodol da var. Bir otaqda böyük bir insan həmin Bobodol oyuncağına agresiya göstərir, təpik vurur, şillə vurur, edir, uşaqlar baxır. Sonra bu çıxır otaqdan. Kamera qoyublar, izləyirlər. Görür ki, uşaqlar da başladı yenə də bunun hərəkətlərini təkrarlamağa. Gəldilər, təpik, saat belə elə. O bir otaqda böyük insan heç Bobodola fikir vermir. O Hacı Yatmaz oyuncağına fikir vermir. O bir oyuncaqlarla nəsə işlərini görür, çıxır otaqdan. Kameradan baxırlar ki, o otaqdakı uşaqlar da heç oyuncağa yaxın getmədilər. Onlar da digərlərindən oynadılar. Yəni bu əyani bir sübutdur ki, həqiqətən də uşaqların bu davranışlarıdır, formalaşmasıdır. Kənardan görüb götürmə bunlarda var. Necə görürlər, o cürdə təkrarlayırlar. Müşahidə əsaslı öyrənmə nəzəriyyənin əhəmiyyətli komponentidir. Belə ki, insan cəmiyyətdə başqalarının emosional ifadələrini, münasibətlərini və ya davranışlarını müşahidə etmək, modelləşdirmək yolu ilə bilik və bacarıqlar əldə edirlər. Görürsünüz, otaqda uşaqların vurmasının oyuncağı, böyük adam neyinir, bunlar da eyni hərəkəti təkrarlayıbdır. Müşahidə əsaslı öyrənmədə 3 modeli var. Deyir, canlı model, o eksperimentdəki kimi canlı bir insan onların qarşısında nə edirsə, onlar canlı insandan görür, götürür. Simvolik model, qarşısında canlı insan yoxdur, amma televizorda, kinoda görür, nə bilim, oyunda, PUBG-də görür, bu onu vurur, o onu vurur, gəlir evdə o da vurur uşaqları, qardaşın batsın. Və sözlü təlimat. Görüntü yoxdur vizual olaraq, amma eşidir kimisə, eşidərək bunu təkrarlayır. Manipulyasiya mərhələsi var idi ha sizlə. Bax, həmin mərhələm. Bunlar imitasiyadır, bu manipulyasiyadır. Canlı model, digər insanları canlı olaraq müşahidə edir, görür, götürür. Simvolik model, kinodan, televizordan, filmdən, YouTube'dan nəsə görür, götürür, videolardan. Sözlü təlimat, davranışla bağlı sözlü bir şəkildə təlimatı eşidir və təkrarlayır. Və müşahidənin 4 əsas şərti var. Bandura deyir ki, burada tək pis davranışlara biz nəzər yetirməyək də, yaxşı davranış üçün də rol model olub. Yəni, bu nəzəriyyəni bu istiqamətə də yönəldə bilərik ki, biz evdə övladımıza, sinifdə şagirdlərimizə yaxşı davranış göstərək ki, bizi rol model olub görüb götürsünlər, elə bunu təkrarlasınlar. Bunun da 4 əsas şərti var. Gərək bizi diqqətlə izləsinlər. Diqqətlə izlədikdən sonra gərək bizim o davranışlarımızı unutmasınlar, yaddaşlarında saxlasınlar. Reproduksiya, tək yadda saxlamaq yox, icra edib, məşq edib, onu təkrarlasınlar ki, onların bacarıq formalaşsın və motivasiya onlar bunu təkrarlamaqda həqiqətən də istəkli, həvəsli olsunlar. Bunların 4-ü olsa, o zaman yaxşı davranışı onlar formalaşdıracaqlar. Və gəldik bu kişi nəzəriyyəsinə. Bu kimdir? Bu William Gleiser'dir. Seçim nəzəriyyəsini irəli sürüb. Bu da maraqlıdır. Seçim nəzəriyyəsi deyir ki, bir saniyə. Seçim nəzəriyyəsi deyir ki, sinifdəki şagirdlər pis davranmır. Onların hansısa ehtiyacları var, ödənilməmiş ehtiyacları. Ya güc ehtiyacını ödəməmisən, ya azadlıq ehtiyacını ödəməmisən, ya əyləncə ehtiyacını ödəməmisən, ya sağ qalma ehtiyacını ödəməmisən, yaxud da sevgi ehtiyacını ödəməmisən ki, uşağın buna ehtiyacı var və ehtiyacını belə davranmaqla sənə göstərir ki, mənim buna ehtiyacım var.
Ona görə bu ehtiyaclar ödənilməlidir ki, onlar belə mənfi davranışlar həyata keçirməsinlər. İndi mən bundan çox da yanaşmıram. Bu sadəcə belə deyim də, bəli, davranışa təsir edən amillərdən biridir. Amma sırf bundan ibarətdir desək, mənim fikrimcə bu yanlışdır. Davranış fərdin özü tərəfindən hissləri və ehtiyacları əsasında etdiyi bir seçimdir. Xarici təsir tərəfindən müəyyən edilmir, idarə olunmur deyir. Yəni bu sosial təsiri görürsüz, arxa plana atır. Bayaqçılar ön plana atırdı. Operant şərtlənməklə bandura. Başqa sözlə, fərdin sosial və fiziki mühitin tələblərinə necə cavab verəcəyi deyil, öz daxilindədir. Bu deyir ki, davranış onun öz daxilindən gələn bir şeydir. 5 əsas ehtiyac var: sağ qalma, sevgi, mənsubiyyət, güc, azadlıq, əyləncədir. Bunlardan hansısa birini ödəməmisən, yaxud heç birini ödəməmisən, ikisini üçün ödəməmisən deyə o uşağın ehtiyacı var deyə belə davranış pozuntusu sərgiləyir sinifdə. Belə bir şeydir hardasa. Burada açıqlamaları verməmişəm, qoyuldu burada deyim. Sağ qalma dedikdə nə nəzərdə tutulur? Misal üçün, burada qidalanmasıdır uşağın, eyni zamanda burada sığınacağı, fiziki rahatlığı. Deyir ki, ola bilər ki, bu uşaq dərsdə acdır. Səndən icazə istəyib yemək yemək üçün ya uşaqları tənəffüs etməyə qoymamısan, ya icazə verməmisən və sən də burada keçirsən, danışırsan, dərs izah edirsən. Dərs izah edirsən, o uşaq da başlayır davranış pozuntuları sərgiləməyə. Niyə? Çünki sən onu sağ qalma, misal üçün qidalanma deyək, ehtiyacını nəzərə almamısan, o da başlayır səndən belə acıq çıxmağa, pis davranmağa, dərsi pozmağa. Sevgi ehtiyacı. Ola bilər ki, sevgini bərabər paylamamışsan, sinifdə hansısa bir uşağı ideallaşdırmışsan özün üçün, ancaq onu tərifləyirsən, ancaq onu qucaqlayırsan, ancaq onunla xoş davranırsan, digərləri bir qrup qalır kənarda. Onlar qıcıq olurlar. Sən sevgini bərabər paylamadığın üçün, onlar da sənin qıcıq olub sənin dərsini pozurlar. Məntiqlidir. Güc ehtiyacı. Ola bilər hansısa uşağın gücünü aşağılamısan. Misal üçün deyirsən, əşi bu partiyaları yerini dəyişmək sənlik deyil, otur bir kənarda, sənin nə gücün var ki, qoy uşaqlar eləsinlər. Güc cəhətdən ola bilər ki, sən onu aşağılamısan, ona mənfi təsir eləmirsən, onu gücsüz, zəif, sıska kimi qələmə vermirsən, görmüsən, o da sən gücün sübut eləmək istəyir. Onu vurur, bunu döyür, ona təzyiq göstərir, partam götürür, qoyur yerə ki, yəni mənim gücüm var əslində, gör məni. Bu da məntiqlidir. Yəni, belə davranış pozuntusu sərgilir. Azadlıq ehtiyacı. Ola bilər sən avtoritarlıq nümayiş etdirmirsən, ola bilər ki, uşaqlara azadlıq, demokratiklik, seçim haqqları verməmisən. Misal üçün, diferensial təlimdə biz seçim haqqları veririk. Uşaqlar kimə hansı mövzu maraqlıdır, o mövzu üzrə yazsın. Nə bilim, kimə hansı daha uyğundur, o formada gətirib təqdim eləsin, şifahi, yazılı videolar və s. Ola bilər sən ancaq özün qərar vermirsən, ancaq özün hər şey eləmirsən, indi uşaq azadlıq istəyir. Azadlıq ehtiyacını ödəməmsən deyə başlayır dərsi pozmağa, öz bildiyi kimi davranmağa ki, yəni mən azadam. Mən belə ürəymişdir, belə davranıram. Bu da məntiqlidir. Əyləncə ehtiyacı. Ola bilər dərsi o qədər sıxıcı, o qədər negativ ruhlu, yəni uşaqların əyləncəsini, interaktivliyi, marağını təmin etmədən keçirsən ki, uşağın dərsdə canı sıxılır. Canı sıxıldığı üçün nə edeyim, necə edeyim, öz sevdiyi işlərlə məşğul olur, başlayır dərsi pozmağa. Niyə? Əyləncə ehtiyacını ödəmədin. Yəni, dərs uşaqlar üçün zövq verici, həvəsli olacaqları, istəkli olacaqları, onların maraqlı gələn formada təşkil olunmalıdır. Ola bilsin, sən bu ödəməmişsən, bu uşağın da canı sıxılır, maraqsızdır dərsinə, başlayır dərsi pozmağa. Bax, seçim nəzərisi bundan ibarətdir. Ola bilər bu 5 dənədən hansısa birini sən eləməmişsən, o səbəbdən qaynaqlanır o mənfi davranışın. Bu da məntiqlidir əslində. Əməkdaşlıq proaktiv həllər Dr. Rosgrinin nəzəriyyəsidir. Bu yanaşmaya görə şagirdlərin davranışı 2 səbəbdən qaynaqlanır. Ya tələb olunan bacarıqlar onlarda lazımi səviyyədə formalaşır, yəni onların bacarığından daha artıq çox şey istəyirsən sən onlardan. Həll edilməmiş bir problemlər var ki, sən onları görməmisən, üzərində işləməmisən. Bunun 3 əsas addım var. Əslində bu bildiyiniz şeylərdir. Deyir, davranış pozuntusu varsa uşaqla empatiya qur. Həmin dəqiqə vurub, cəzalandırıb, qışqırıb, bağırmağa keçmə. Özünü onun yerinə qoy, danış, fərdi söhbət apar. Problemi bir yerdə müəyyənləşdirin və bir yerdə əməkdaşlıq eləyərək həll yoluna yönəlin. Yəni, çox sadədir əslində, bildiyimiz şeylərdir. Bunu elə kurikulum boyunca biz həmişə danışmışıq da, demişik. Bilmədiyiniz şey deyil.
Və yanaşmanın tətbiqi budur ki, deyir, sən bu davranışı düzəldərkən ona dəstəkləyici mühit yarat, yəni psixoloji olaraq da onu dəstəklə, inan ona, bacaracağına inandır, problemin həllinə diqqət yetir və diqqəti cəmləşdir onun davranışları üzərində. Bax, bu da belə sadə, bununla bağlı düşmür situasiya. Düşsə belə, heç bu nəzəriyyənin adını bilməsəz belə, onsuz da bu sizin bildiyiniz şeylərdir. Mənfi davranış var, fərdi söhbət eləyək, empatiya quraq, əlimizdən gələni eləyək, köməklik göstərək, bir yerdə əməkdaşlıq edib həll etməyə çalışaq, həm psixoloji dəstək olaq, diqqətimizi müşahidə eləyək və s. Yəni, heç bu nəzəriyyə bilməsəz belə, bununla bağlı situasiya düşsə, onsuz da həmişə dediyimiz şeylərdir, siz bunun öhdəsindən gələ biləcəksiniz. Yəni, burada fərqli nəsə yoxdur, monoton bir şeydir. Sosial intisal modeli, bu qəşəngdir. Doktor Dreykursun, Rudolf Dreykursun modelidir. Bu da seçim nəzəriyyəsində çox oxşuyur. Yəni, misal üçün, oradakı güc burada da var. Bu model cəza və ya mükafat olmadan, ki, görsə operant şərtlənmənin bir növ əksidir, məhz əməkdaşlıq davranışını stimullaşdırmağı təklif edir. Dreykurs insanın pis davranışının əsas səbəbini sosial qrupa aid olmama hissi ilə əlaqələndirir. Yəni, ola bilər ki, o uşaq təklənibdir, tək qalıbdır, kənar qalıbdır, pasiv qalıbdır bir tərəfdə və indi mənfi davranışlar sərgiləyir. İnsanların hamısının deyir, sosial qrupa aid olmağa, qəbul olunmağa deyir, ehtiyacları var. Yəni, kimsə tək qalmalı deyil. Və 4 səhv məqsəd onların həll yollarını təklif edibdir. Bunu dedik artıq, güc nümayiş etdirmək. Deyir, ola bilər ki, o uşağın gücünü heç kəs görmür, heç kəs onu güclü hesab eləmir. Əksinə, hər kəs onu zəif hesab eləyir. Güclü olduğunu hər kəsə sübut etmək məqsədi ilə, yəni insanları güclü olduğuna inandırmaq məqsədi ilə o da başlayır mənfi davranışlar sərgiləməyə. Yəni, gücünü sübut etmək üçün, bayaq dedim, partanı qaldırır, çırpır, stulu qaldırır, qırır, onu vurur, bunu itəliyir. Yəni ki, mən güclüyəm, bunu deməyə çalışır. Ki, bayaqçı ilə eynidir. Biz bayaqda seçim nəzəriyyəsində də onunla eyni bir şeydir. Şagird gücünü sübut etməklə nüfuz qazanmağa çalışır və mənə seçimlər ver, mənim bacarıqlarımı dəyərləndir, gücümü gör mesajını ötürür bizə. Bu zaman time-outdan istifadə, fərdi söhbət, soyuqqanlılığı qorumaq, empatiya nümayiş etdirmək, davranışın dağıdıcı nəticələrini aydın təsvir etmək, yəni hansı cəzbəsi, hansı mənfi nəticəsi var, hər yolları kimi təklif olunur. Bunu bilirdik deyə buradan başladıq, gəlin digərlərinə. Ola bilər ki, sən şagirdsən, diqqətindən kənarda qalıb. Belə müəllimlər həqiqətində var. Bəzən ən çox özü üçün bir-iki şagirdi ideallaşdırır. Dərs prosesində ancaq onları sual cavab vermək üçün qaldırır, ancaq onlarla məşğul olur, ancaq onların adını çəkir, digərləri qalır kənarda. Yəni, kimsə bizim diqqətimizdən kənarda qaldıqda ki, bayaqki sevgi ehtiyacı ilə haradasa eyni şeydir, aşağı-yuxarı. Artıq o da başlayır elə bir davranış, mənfi davranışlar sərgiləməyə ki, yəni mən də buradayam, məni də gör. Diqqət cəlb eləmək üçün mənfi davranışlar. Şagird xüsusi hərəkətlərlə diqqət çəkməyə çalışır və mənə diqqət yetir, mən də qoşulmaq istəyirəm dərsə mesajını ötürür bizə. Bu zaman davranışa məhəl qoymamaq, şagirdi dərsə cəlb etmək, yəni mənfi davranışını belə deyim də abartmamaq, qarşıqanı böyüdü, fil etməmək, əksinə onu dərsə cəlb etmək, dəstəkləmək, onu da hərəkət elətdirmək, yəni fəaliyyətə sövq eləmək həll yoludur. Qisas almaq. Ola bilər ki, bunları edib, gücünü göstərməyə çalışıb, özünü sübut etməyə çalışıb, mən də buradayam deməyə çalışıb, müəllim bunların heç birinə əhəmiyyət verməyib də, laqeyd yanaşma. Artıq uşaq elə bir həddə gəlib, yığılıb, artıq keçib qisas mövqeyinə. Ki, necə mən də bu dərsliyəm, niyə müəllim məni görmür, niyə ancaq onlarla danışır, niyə ancaq onlar suala cavab verir, niyə ancaq məni zəif kimi görürlər, mənə lağlağı eləyirlər və s. Artıq o qədər təzyiq, psixoloji və s. Bu artıq keçib qisas tərəfinə. Belədirsə, onda mən də heç qoymayacam sizə dərs keçməyə. Belədirsə, heç mən də qoymayacam onlar sual cavablandırsın. Başlayır mənfi davranışlar sərgiləməyə. Acıq çıxır. Qisas bu deməkdir. Artıq bunları biz etmədik deyə, görmədik deyə, fərqinə varmadıq deyə uşaq gəldi, çatdı bu yerə. Artıq qisas alır. Qoymur dərs keçməyə, mane olur, bilərəkdən, qəsdən. Şagird özü incindiyi üçün əvəz çıxır, bəli. Başqalarını da incitməyə çalışır və demək istəyir ki, mən incinmişəm, mənə empatiya duy, məni də say, məni də gör, belə bir mesaj ötürür.
Bu zaman güc nümayiş etdirməklə bağlı buradakı addımlar, hansı addımlardır? Time-out götürmək, fərdi söhbət, soyuqqanlılığı qorumaq, empatiya nümayiş etdirmək, davranışın dağıdıcı nəticələrini ona aydın şəkildə izah etmək. Bunlar həll yolu kimi təklif olunur. Time-out deyəcəksiniz müəllim nədir? Time-out, yəni uşağın sakitləşməsini təmin etmək. Psixoloqlar da seanslarda bunu istifadə edirlər. Yəni misal üçün görsən ki, çox əsəbləşmisən, gözünü yumub ürəyində birdən ona qədər sayırsan, dərindən nəfəs alırsan, buna biz deyirik time-out götürmək və vəziyyətə yenidən daha sakit bir formada qayıtmaq. Çarəsizlik hissi. Bunu da etdi, qisas almaq və aləmi qatdı bir-birinə yenə də əhəmiyyət vermədiksə, artıq uşaq vaz keçir. Artıq uşaq vaz keçir. Bu ən pisidir. Bəzən müəllimlər fikirləşir ki, fikir vermədim, indi görsən sakitləşibdir. Əslində o sakitləşmə deyil müəllimlər. Ən təhlükəli hissədir. O fiziki, psixoloji, mental olaraq yoruldu. Əldən düşdü. O qədər çaba etdi, məni gör dedi ki, görmədik, duymadıq, hiss etmədik. Artıq o da çarəsiz qaldı və əməllərindən əl çəkdi, fikirləşdi ki, eybi yoxdur. Qoy elə mən necəyəm, o cür deməyi qəbul eləsinlər. Düşdü pasiv mövqeyə. Yəni, bu ruh düşkünlüyü Allah eləməsin. Yəni, bu o qədər uşaqlara mənfi psixoloji təsir eləyir, bu gedib intihara cəhd eləyə bilər. Özünə bir şey eləyə bilər. Özünü sosial mühitdən tamam təcrid edib özünə qapalı ola bilər. Mənfi psixoloji bir depressiyaya düşə bilər. Çox mənfi. Yəni, bu sakitləşdi. Görürsünüz, artıq özünü ağıllı aparır. Əslində, bu sakitləşmə deyil, ən pis haldır. Bunu görməyi bacarmalıyıq. Çarəsizlik hissi imtina. Şagird təslim olaraq, artıq yoruldu, axı bu qədər şeylədi ki, müəllim vecinə almadı. Gəldi artıq bura çatanda təslim oldu. Tək qalmağa, heç kəsə özünü qəbul etdirməməyə bayaqdan çaba edirdi. Heç bir çabacad eləmir. Kiçik uğurlarımı görün, məni olduğum kimi qəbul edin, məni cəsarətləndirin mesajı ötürür bizə. Ki, ruhdan düşüb, təzə qaldırmalısan sən onu ayağa. Bu zaman metodları dəyişmək, ona fərdi dəstək göstərmək, daha kiçik hissələrə bölərək onlara nəyəsə öyrətməyə çalışmaq, səhvlər üzərində işləmək, bunlar həll yolu kimi təklif olunur. Yəni, nəsə bu nəzəriyyə mən biraz elə bir qəlbən daha çox hiss eləyə bilirəm mən bu nəzəriyyəni. Düzü, bəzən müəllimlər deyirlər, ay Allah, boş söz yığınıdır, nə bilim, nələr salıblar, nələr... Bunlar sizə əzbərlətmək məqsədi daşımır, ay müəllimlər. Boş söz yığını da deyil, əslində başa düşdüyünüzdə, anladığınızda. Başa düşməyən adam deyəcək, boş söz yığınıdır, nə deyib ağızlarına gələn yazıblar. Başa düşməyən adam elə deyəcək. Amma bunu başa düşən adam əksinə qəlbən hiss eləyəcək ki, hətta bəlkə də gözünün önündə nələrsə canlandıracaq ki, həqiqətən də belə bir şagird var idi. Mən onu niyə görə duymadım, niyə görə görmədim? O uşaq da get-gedə yuxarı siniflərə keçəndə artıq heç kimlə danışmırdı, dərs prosesində iştirak etmirdi. Mən də elə bilirdim ki, o sakitləşibdi. Sən demək, çarəsizlik imtina hissinə keçibdi. Mən nəsə bu nəzəriyyənin doğruluğunu görürəm. Yəni, ən sonuncusu, hələ sonuncusuna keçməyik. Bu nəzəriyyənin içində bir də tərif təşviq anlayışları var. Bizim bildiyimiz tərif deyil buradakı tərif. Buradakı tərif effektiv olmayan tərifdir. Deyir, uşağın davranışını boş-boşuna tərifləməkdənsə, onu yaxşı davranışa cəlb eləmək, yaxşı davranışa sövq eləmək daha effektivdir. Elə bil ki, apiran çətlənmə, Skinneri bu adamın gözü götürməyib. Skinner nəyi deyibsə, bu əksini deyibdir, inkar edibdir. Elə biz Skinneri elə inad olaraq oturub bunu yazıb ki, çünki Skinner deyir axı, yaxşı davranışı təriflə, o birlər də görüb götürsünlər ki, bu bizdə yaxşı davranış göstərək, müəllim biz də tərifləsin, gücləndirmə, müsbət gücləndirmə. Bu deyir, yox, tərifləyib eləmə. Ondan sonra yaxşı davranış göstərməyənləri cəlb elə yaxşı davranışa. Uşaqları təşviq etmək, yəni cəlb etmək son nailiyyətdən daha çox səy göstərməyi ön planda tutur. Onları cəhdlərini davam etdirmələrinə sövq eləyir. Bu dərsi indi baxacam, izləyəcəm, görüm əgər normal alınıbsa, səs, görüntü, nə bilim, saçım, başım. Onda YouTube'da hamıya açıq qoyaram.
o digər müəllimlər, yəni bizim qrupumuzda olmayanlar, başqaları da izləsinlər. Çünki bu davranışla bağlı nəzəriyyələri biraz müəllimlər söz yığını kimi qəbul edir. Əslində haqlıdırlar da. Çünki adam dilində yazılmayıb axı vəsaitdə. Erməni budaq cümlələrdə oxursan, heç başa düşmürsən. Onun görə çətinlik çəkirlər. Görüm, əgər normal alınsa bu dərs, hamıya açıq qoyarıq, digər müəllimlər də baxar. Hamıya açıq qoyduğumda əgər bildirərəm sizə, siz də digər qruplarda, nə bilim, iş yoldaşınız olan müəllimlər, qrup yoldaşınız olan müəllimliyə hazırlaşmaq istiqamətində olan müdavimlərlə siz də paylaşarsınız, bölüşərsiniz ki, daha aydın başa düşsünlər ki, söhbət burada nədən gedir. Bəzən hər kəsə açıq qoyuram videonu. Sonra o qədər peşman oluram. Çünki düzdür, indi kanalımın izləyiciləri var, sağ olsunlar, dəstək göstərirlər, əsasən öz müdavim kütləmdir. Rəy yazırlar, bəyənirlər, xoş şeylər yazırlar. Amma bir də görürsən ki, o qədər belə lazımsız insanlar var ki, yəni bunu mən danışmışam, yükləmişəm. Xoşum gəlir, bax, xoşum gəlmir, dilim sənə aydın deyil, səsin başıma düşürsə, nə bilim, mən saçımı belə-belə eləməyim sənin diqqətini yayındırırsa, görsən, biri yazır, nə qədər danışdın, biri yazır, başqa-başqa mənfi rəylərdə. Yəni, o zaman baxma da, çıx, get, orada 1000 dənə müəllimin dərsi var. Kimin dərsi sənə xoşdursa, yaz, axtar, ona bax. Sənə mən məcbur eləmirəm ki, gətirib kompüteri, telefonu gözümün qabağına qoymuram ki, mütləq otur mənə bax. Mən bunu paylaşmışam, insanlıq eləmişəm. Humanistlik eləmişəm ki, qoy, başa düşməyən, evdə o qədər özü hazırlaşan, hazırlığa yazılmağa imkanı olmayan, sadəcə əlində bir dənə vəsait var, onu oxuyub, onu işləyən insanlar var ki, oxumaqla başa düşülən bir şey deyil axı bu. Onların da bir qabağına çıxsın, qarşısına çıxsın, başa düşsünlər. Bəlkə sabah getdiklə işə qəbulda onun qarşısına bundan bağlı bir sual çıxdı ki, o mən də savab qazanım. Həmin adamın da əgər faydası olacaqsa, ona nəsə başa düşəcəksə, nə xoş mənə. Yoxsa durub mənfi rəy yazmaq, amma bizim millətdə biraz nəsə çatışmazlıq var. Başqa xarici saytlara mən ümumiyyətlə videolara çox baxıram, metodika ilə, kurikulumla bağlı. Açıq dərslərinə baxıram, çox rəylərə də baxıram. Azdan çox da ingilis dilini bilirəm. Rus dilini bilmirəm. Bizə məktəb vaxtı, universitet vaxtı rus dili yox, sırf ingilis dili tədrisi olunub. İngilis dilindən yaxşı başım çıxdı. Yəni, oxuyanda bilirəm ki, fikir nə deməkdir. Baxırsan, yəni rəylərə o qədər mədəni formada, təşəkkür edirəm vaxtı. İnsan üçün vaxt bu dəqiqə hər şeydən dəyərlidir. Yəni, insanın ən böyük varlığı onun vaxtıdır. Ən böyük, ən qiymətli şey onun vaxtıdır. Yəni, bu adam vaxtını sərf edibsə, 1 saat, 40 dəqiqə, yarım saatlıq hər nəsə bir videonu sənin üçün hamıya açıq, pulsuz qoyubsa, ən azından buna qiymət verib, nəsə bir xoş bir şey yaza bilərsən ki, çox sağ ol, mənim vaxtını sərf elədin, tam pulsuz, parasız öz kanalında paylaşdım, mən də qarşıma çıxdı, baxdım, faydalandım, başa düşdüm. Yoxsa durub orada mənfi rəy yazmaq, ümumiyyətlə bizim elə bil ki, insanlarımızın içi çürüyüb. Yəni, mənfi rəy yazmaq mən çatmır da, yəni xoşum gəlmir, çıx. Xoşum gəlmir, at kanalımı bloka, bir də çıxmayım qarşıma. Niyə orada durub mənfi rəy yazırsan ki? Nəysə, o yaxşı rəy yazanlara görə mən qoyacam yenə də. Hər dəfə nəsə qoyuram, sonra deyirəm, əşinə xax qoydum, elə öz qrupumun müdavimləri öyrənsin, bilsinlər, mənə lazımdır cəmaat. Sonra yenə deyirəm ki, yox, o qədər özü hazırlaşan, imkanı olmayan, kursa yazılmayan adamlar var ki, onlar da YouTube'da axtarırlar, haradasa bir mənbə axtarırlar ki, baxsın, izləsin, nəsə öyrənsin. Yenə də nələrisə faydalı olan bir şeyləri paylaşıram. Uşaqları təşviq etməyi, son nailiyyətdən daha çox səy göstərməyi ön planda tutur, onları cəhdlərini davam etdirmələrinə sövq edir. Yəni, təşviq demək istəyir ki, tərifləmə də boş-boşuna, yəni, Skinneri bir növ elə bil ki, onun dediyini inkar edir, deyir, tərif rəqabəti stimullaşdırır sinifdə. Sən kimisə tərifləyəndə o biri baxır, qıcıq olur, rəqabət aparır ondan. Egoizm olur həmin o təriflədiyin uşaqda, ego yüksəlir, yuxarıdan aşağı baxır uşaqlara. Tamamlanmış son nailiyyətə yönəldirsən, yəni son nəticəni sən tərifləmiş olursan. Ondan sonra onu cəlb elə yaxşı davranışa, təşviq elə. Edilən cəhdlərə yönəlsin, yəni son nəticəyə yox, bu onsuz da bildiyiniz bir şeydir, 100 dəfə demişik. Son nəticə yox, o nəticəyə çatmaq üçün düşüncə tərzində də demişik, açıq düşüncədə. Hansı cəhdi göstərdi, hansı səy göstərdi, hansı cəhdi etdi. Yəni, buna yönəldirsən sən, son nəticəyə yox. Burada rəqabət yox, əməkdaşlıq stimullaşır, bircə işləmə və s. və sinifdə bərabərlik təmin edilir. Cəzalandırma yox, məntiqi nəticədən istifadə edir. Görsün, yenə də
Bu nəsə o şeydir, Skinnerlə aralarında bir problem olub. O nəyi deyirsə bu əks eləyir. Yəni antonimin deyir. Deyir cəzalandırma yox, məntiqi nəticələrdən istifadə edir. Məsələn, şagird məktəb divarını yazıbsa, dərsdən sonra o əlavə saxlamaqdansa, valideyninə şikayət eləməkdənsə, o gördüyü iş nədir? Divarı yazmaq. Məntiqi nəticəsi nədir bunun? Getsin divarı təmizləsin, əvvəlki halına qaytarsın. Divarı təmizləməsini xahiş edirəm. Yaxud uşaq pəncərənin qarşısındakı dibçək gülünü götürdü, sındırdısa, durub ona tək ayaq üstə dayanmaq cəzasını verməkdənsə, ondan sonra denən ki, təzə bir dibçək gülü əksin, gətirsin sinifə, yaxud da sinifdəki dibçək güllərinə bir ay ərzində, bir həftə ərzində o qulluq eləsin. Yəni, onun hərəkətinin məntiqi nəticəsini onu üzləşdirir. Yəni, verdiyin cəza da məntiqi olmalıdır ki, dərs çıxarsın da, ibrət götürsün oradan. Şagird sinif əmlakına zərər yetiribsə, valideyninə şikayət eləməkdənsə, sinif əmlakından düzgün istifadə qaydalarını formalaşdırmaq, bu vaxtı da istifadə etməsinə mane olmaq. Yəni ki, stulu sındırıbsa, deyirsən ki, bax, sinifdə hansı qaydalar əməl etmək lazımdır? Bunları otur yaz. Nə vaxt ki, yazacaqsan, formalaşdıracaqsan özündə, o vaxta qədər o sındırdığın şeydən sən istifadə etməyəcəksən. Qoy dərk eləsin, başına dəysin ki, stul oturmaq üçün idi. İndi qaldım mən stulsuz. Gərək sındırmazdım. Yaxud da ki, lap deyə bilərik ki, hə, indi isə bu alətlər, bu filan şey sındırdığını təmir elə, bərpa elə. Stimula cavab nəzəriyyəsi Torndaykin nəzəriyyəsidir. Bu kişi Torndaykdır. Behaviorizmçilərdəndir. Necə ki, Skinner behaviorizmlə Appian şərtlənməni irəli sürmüşdü. Bunda stimula cavabı məhz yenə də xarici stimul şərtləri əsaslanır. Nəzəriyyə özündə prinsiplərin icmalını cəmləşdirir. Yəni, prinsiplərdən ibarətdir. Öyrənmənin stimul cavab arasındakı əlaqə vasitəsilə baş verməsi burada ön məqsəddir. Burada 4 prinsip var. Və bu prinsiplərdən ibarətdir bizim nəzəriyyəmiz. Deyir, təsir qanunu. Davranışın müsbət nəticəsi onun təkrarlanma ehtimalını artırır, mənfi nəticəsi təkrarlanma ehtimalını azaldır. Yəni, uşağı cəzalandırmışsan, bir də davranış ola bilsin ki, pis davranış göstərməsin, azaltsın pis davranışını. Yaxşı davranışına görə sən mükafatlandırmışsansa, yaxşı davranışını daha çox get-gedə artıracaq. Appian şərtlənmədə nəticə oldu. Hazırlıq qanunu. Şagird öyrənməyə hazır, həvəsli olduqda öyrənmə effektiv olur. Öyrənmə davranış kimi götürülür burada. Yəni, deyir ki, uşağın özündə də bir həvəs, bir istək olmalıdır ki, yaxşı davranışı onu cəlb eləyək də, həvəsli olsun. Məşq qanunu icra etməlidirlər, tətbiq etməlidirlər. Yəni, boş-boşuna, hə, bunu belə eləməlisiniz deməklə deyil də. Şərait yaratmalısan ki, onlar məşqlər etsinlər, tətbiqlər etsinlər. Prosedurlarda necə demişdik? Məşq et, icra etsinlər. Bu da onun kimi bir şeydir. Çoxsaylı reaksiyalar qanunu deyil. Ola bilər ki, məşq də etdirdin, bu üstələn hamısını elədin, amma buna hələ də bu pis davranış göstərənlər var. Bu mümkündür. Yəni, uşaqlar fərqlidirlər. Ola bilər birinə anında bu təsir eləsin, biri yenə də öz əməllərini davam eləsin. Yəni, sən uşaqlardan çoxsaylı fərqli reaksiyalar görə biləcəksən. O zaman səbirli ol, təmkinli ol. Stimula bir çox sayda reaksiyalar müşahidə olunur və öyrənmə stimuli ilə ona cavab, yəni reaksiya arasındakı əlaqənin güclənməsi ilə baş verir. Və burada başqa nə var idi? Bir şey deyəcəkdim. Yox, elə bu idi. Bundan ibarət idi. Bu da yəni bildiyiniz şeylərdir. Burada da görürsünüz, fərqli bir şey yoxdur. 4 prinsipdir, nəzəriyyə ilə 4 prinsipdən ibarətdir. Belə müəllimlər. Bu da davranış o deyir, başa düşmürəm, çətindir, söz yığınıdır. Bu da həmin davranışın canı, özəyi. Bundan ibarət. Bildiyiniz şeylərdir hamısı. Bir də burada o seçim nəzəriyyəsidir. Bir də sosial insan biraz maraqlı. Uşaqların deyir, bu ehtiyaclarını qarşılamadığın üçün özünü sübut etməyə çalışır, deyir, mənfi davranış göstərir. Banduranın sosial öyrənməsi, yəni görür, götürür. Onu da onsuz da o qədər sizdən keçmişik ki, sinifin idarə edilməsində rol model olur. Yəni, oradan da onsuz da bu informasiyanı siz bilirdiniz. Yəni, təzə bir informasiya deyil. Belə, Allah zeyn açıqlığı versin hər birinizi. Sertifikasiyaçıların bunun testlərini işləməsinə ehtiyac yoxdur. Yəni, elə bunları bildinizsə kifayət edir. Sabah situasiyada qarşınıza çıxma ehtimalı yoxdur, amma əgər işdir birdən çıxarsa,
Görəcəksiniz ki, misal üçün, bununla bağlı ötən düşən sual, sınaqda da vermişdim həmin sualı, bilmirəm neçənci sınaqda ama vermişəm. Deyir, valideyn, necə idi situasiya yadımdan çıxdı. Hə, yox, müəllim valideynlə əməkdaşlıq qurur. Deyir ki, bəs sənin övladın sinifdə digər uşaqlara təzyiq göstərir, fiziki təmas eləyir. Valideyn də deyir ki, valla müəllim evdə qardaşına da elə eləyir. Müəllim biraz valideynlə söhbət aparır, deyir evdən çox nə ilə məşğul olur. Deyir evə gələn kimi çantasını atır bir kənara, PUBG oyunları, döyüş oyunları, belə oyunlarla. PUBG-nin adını çəkməyib və baş salmaq üçün deyirəm, döyüş oyunları oynayır ən çox. Bütün gün telefondadır, qışqırır, bağırır. Müəllim də tövbə tutur ki, aha, müşahidə əsaslı öyrənmə gedir. Orada baxır, döyüş, vuruş belə, gəlir sinifdəkiləri döyür, evdə də gedir qardaşını döyür. Və müəllim deyir ki, bununla bağlı atacağı doğru addım hansıdır? 5 dənə fərqli variant veribdir. Hərəsində bir şey deyibdir. Orada variantların birində sən görürsən ki, yazılmışdı ki, daha doğrusu sualda, müəllim valideynə bildirir ki, bir müddət onu telefondan, bu oyunlardan kənarlaşdırıb, digər bir hobbi olaraq hər hansısa başqa bir fəaliyyətə, rəsm çəkməyə, yaxud idmana və s. yönəldə bilərsiniz. Ki, bu enerjisini, bu boşluğunu bu cür fərqli istiqamətlə doldursun. Onu biz doğru cavab kimi götürmüşdük. Biz daha doğrusu imtihanda doğru cavab kimi götürmüşdülər. Niyə? Situasiyanı oxuyanda artıq bizə aydın oldu ki, hə, burada görüb götürmə, gördüyünü tətbiq etmə. Hansı model idi? Vizual model. Bu var. Deməli, Banduranın müşahidə əsaslı öyrənməsi var və cavab variantımı ona əsasən mən seçməliyəm. Görürsünüz, situasiyada nə Banduran adı çəkilməyib, nə sosial öyrənmənin, nə davranış nəzəriyyəsi, heç birinin adı çəkilməyib. Amma bilən adam situasiyanı oxuyan kimi tez məntiqi tutur ki, hə, bu Banduranın müşahidə əsaslı öyrənməsidir. Cavabı da ona uyğun götürür ki, o zaman nə etməliyik? O pis davranışı hardan götürür? Onu aradan qaldırmalıyıq. O boşluğu nə ilənsə fərqli bir şeylə doldurmalıyıq. Ən uyğun variant da buydu. Başqa variantlarda nə bilim, birində deyir, müəllim dərsi diferensial təşkil etməlidir, birində deyir, nə bilim, xarakter növlərini nəzərə almalıdır, əlaqəsiz şeylər idi. Belə. Sağ olun müəllimlər, hələlik görüşərik növbəti dərslərimizdən.